Deməli, qardaş, mən sosial şəbəkələrdə paylaşım edirəm ki, avtomobil alanda yoxlatdırın. Nə olsun, qardaşından da alsan, dostundan da alsan, tanışından da alsan, tanımadığın bir şəxsdən də alsan, avtomobil alanda yoxlatdır ki, sonradan sürpriz olmasın. BMW C30. Ortalama bazar qiyməti 25 min doların üzərində olan bir avtomobildir. Yəni 30-40 min manatdan üzü yuxarıdır bunların qiyməti. Az pulda deyil. Yoxlatdırmadan alırsınız, sonradan ki, fəsadlara gəlib çıxanda deyirsiniz ki, qardaş, BMW artıq xərc tələb edən avtomobildir, BMW rasxoddur. BMW rasxod deyil, sadəcə olaraq avtomobil alan zaman yoxlatmaq lazımdır və olan problemləri də yerində ardından qaldırmaq lazımdır. Bu avtomobil sahibi bizim yanımıza yaxınlaşmışdı və bir neçə problemə görə. Amma böyük problem burada nədən ibarətdir? Yaxınlaş bura. Mühərriki saxlayan travel sistemi, bildiyimiz travel sistemi. Çək buranı. Görürsünüz bunu. Svarkan izlərini görürsünüz. Qardaş, avtomobilin traves askı sistemi çox mühüm məsələdir. Yəni, alanda yoxlatdırmırsınız, altdan udar görmüş, traktor sağ olsun, altdan udar görmüş, zərbə görmüş avtomobildir. Yəni, bunu ən azından satanda heç olmasa, bunu ya yenisindən əvəz eləyin satın, ya da ki, alan zaman heç olmasa avtomobilinizi yoxlatdırın ki, sonradan böyük fəsadlara gəlib çıxmasın. Bu vəziyyətdə bu avtomobil böyük bir risk tələb edir. Ona görə də belə bir sürprizli problemlərlə qarşılaşmamaq üçün avtomobil yaxınlaşın, yoxlatdırın. Daha sonra avtomobilin qabağında arxa kamera var. Ön hissəni göstərən bir kamera var. Kameranın yanına fiqur olaraq, sadəcə bəzək olaraq qoyublar ora və avtomobilin ümumiyyətcə qabaq kamerası işləmir. Qabaq kamera deyilən bir şey yoxdur. Yenidən biz bu avtomobilə qabaq kamera sifariş eləmişik, bütün proqramlaşdırma işlərində görəcəyik, elektrik işlərində görəcəyik, askı sistemini də aradan qaldıracaq bu problemləri və müştəriyə təhvil verəcəyik. Məsələ burada bizə nədən ibarətdir? Məsələ buna ibarətdir ki, qardaş, bilinmədən, düşünmədən, yoxlatdırmadan alınan avtomobil və sonradan çıxan fəsadlar. İndi siz deyin, BMW artıq xərc tələb edir, yoxsa biz öz məsuliyyətsizliyimizdən dolayı olaraq avtomobili artıq xərc çıxanda deyirik ki, yox, BMW rasxoddur. Təşəkkürlər, izləmədə qalın.